Sabahınız xeyir olsun, əziz TV səhər tamaşaçıları. Xoş gördük hər birinizi. Sizinlə studiyada mən İskəndər və əziz həmkarım Təranədir ki, bax bu 3 saat ərzində daim necə biz sizinlə müsbət bir enerji ilə qarşınıza gəliriksə, vaxt keçiririksə, bugün də çalışacağıq ki, sizə çox faydalı olaq. Sabahın xeyir olsun Təranə. Sabahın xeyir olsun İskəndər və bizi izləyən bütün tamaşaçılarımızı salamlayıram. Sabahınız xeyir olsun və biz başlayırıq. 3 saat boyunca evinizə qonağıq. Yenə də əli dolu gəlmişik. Fərqli mövzulara toxunacağıq. Ənənəvi rubrikalarımızı da sizə təqdim edəcəyik. Odur ki, elə başlayırıq təqvimdən. Təqvimdən başlamamışdan öncə Təranə, onu da qeyd edim ki, əslində psixoloqlar da bir araşdırma aparıblar və qeyd edirlər ki, insanlar 5-ci gün Google-da daha çox hansı belə dedim, məsələni axtarışa vururlar. İşimi necə dəyişim, hansı kardinal dəyişikliklər edim həyatımda və həftə sonu səyahət ola bilər. Növbəti həftənin planlarını. İşin dəyişim deyəndə ki, ərizəvizi yazırsınız, işdən çıxırsınız. Yəni ki, burada çətin bir məsələ yoxdur belə baxanda. Bəli və təqvimdə digər hadisələr də baş verir İskəndər. Bugün Dünya Televiziya günüdür yeri gəlmişkən və BMT tərəfindən qəbul olunur bu 96-cı ildə. Əsas məqsəd də ölkələr arasında sosial-iqtisadi mədəni istiqamətdə olan verilişlərin mübadilə olunmasıdır və elə bugünlə əlaqədar olaraq da bütün televiziya işçilərini də yeri gəlmişkən təbrik edirik. Mən də səni təbrik edirəm. Komandamızı təbrik edirəm. Azərbaycan televiziyasının bütün əməkdaşlarını təbrik edirəm. Və biz istəyərdik ki, elə təqvim rubrikasına başlayaq. Hörmətli telesəhər tamaşaçıları, gəlin bir yerdə seyr edək. Bugün hansı başqa hadisələr cərəyan edir? 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrinin təmsil olunduğu təsis konfransı keçirilib. Partiya 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılıb. Yapın təsis konfransında qəbul etdiyi proqram və nizamnamə partiyanın 1999-cu il dekabrın 20-si 21-də keçirilən birinci qurultayında geniş şəkildə müzakirə edilərək təsdiq olunub. Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan YAP zəngin inkişaf yolu keçərək bugün Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər əldə edir. 1996-cı ilin dekabrında BMT Baş Assambleyası 21 noyabr tarixini həmin ildə ilk Ümumdünya Televiziya Forumunun keçirilməsi ilə əlaqədar Ümumdünya Televiziya Günü elan edib. Bayramın qısa müddət ərzində qeyd olunmasına baxmayaraq, televiziyanın tarixi bir əsr əvvələ gedib çıxır. Elektron şüalardan istifadə edilməklə müəyyən məsafədə təsvirin ötürülməsi və qəbulu üçün ilk sınaqlar 1920-ci ilin əvvəlində Amerika Birləşmiş Ştatları, Yaponiya və Sovet İttifaqında keçirilib. Azərbaycanda televiziya yayımına 1956-cı il fevralın 14-də başlanılıb. 18-ci əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi Voltaire 1694-cü il noyabrın 21-də Parisdə doğulub. Yaradıcılığının əsas məqsədi maarifi yaymaq idi. O, dramatik poeziya sahəsində klassik faciənin son nəhəng nümayəndəsidir. Edip, Brut, Zaira, Sezar, Semiramida, xilas olunmuş Roma və digər məşhur əsərlərinin adını çəkmək mümkündür. İshak Bashevis Singer ədəbiyyat üzrə Nobel mükafatı laureatıdır. 2 dəfə Amerika Birləşmiş Ştatları Milli Kitab mükafatının qalibi olub. Məmnuniyyət günü Varşavada böyüyən oğlanın hekayələri memuarına görə uşaq ədəbiyyatı, Lələklər tacı və digər hekayələr toplusuna görə bədii ədəbiyyat mükafatlarına layiq görülüb. Yazıcı, təmsilçi, jurnalist İvan Krılov 1768-ci ildə Moskvada doğulub. Müstəqil olaraq ədəbiyyatı, riyaziyyatı, fransız və italyan dillərini öyrənib. 14 yaşında əyalət mülkədarlarının adətlərini təsvir edən Qəhvədan adlı komik operasını yazıb. Quduz ailə, yazıcı dəhlizdə, Dəcəllər adlı komediyaları var. Jurnalistlik fəaliyyətinə Qayib povesti ilə başlayıb. Moda dükanı, qızlara nəsihət komediyaları, İlya Muromets komik operası məşhurdur. Krılov yaradıcılığı Rus təmsilinin zirvəsi səviyyəsinə yüksəlib. O, atalar sözü, nağıl və məsələlərdən məharətlə faydalanıb, Rus ədəbi dilinin inkişafında mühüm rol oynayıb. Əsərləri müxtəlif dillərə tərcümə olunub.
Noyabr ayıdır, hörmətli tamaşaçılar və bu ay ərzində 12 bürcü nələr gözləyir, hansı bürclər üçün daha uğurludur? Astroloqlar artıq ayın əvvəlindən də açıqlayıblar. Bir daha deyək ki, noyabr ayında ən uğurlu olacaq bürclər, istər sevgi baxımından, istər maddiyyat baxımından daha çox hansı bürclər öndədir? Əkizlər var birinci sırada, tərəzi bürcü, oğlaq, bəli, və qoç, qız bürcləri bu ay onlar üçün daha uğurludur. Uğur üçün hörmətli telesəhər tamaşaçıları nəinki bürcləri, eyni zamanda bəzən ulduz falına da bir baxmaq lazımdır. Çünki ulduzlar deyil ki, adı bir rubrikamızda da bugün biz bürcləri nə gözləyir, bax onu açıqlayacaq. Gəlin bir də baxaq. Qoç, ailə üzvlərinə aid xəbərlər bayram etmək üçün əsas səbəb olacaq. Həmçinin xərcləriniz də artacaq. Günün sonunda yorğun olsanız da səyləriniz hədər getməyəcək. Əldə etdiyiniz nəticələr sizi çox sevindirəcək. Buğa, işgüzar əməkdaşlığa başlamaq üçün yaxşı gündür. Uzun müddətli əməkdaşlıq barədə müqavilələr imzalaya bilərsiniz. Vacib işgüzar və şəxsi məsələlərin müzakirəsi məhsuldar keçəcək. İdmanla məşğul olmaq tövsiyə olunur. Əkizlər, ciddi problemlərdən yan keçəcəksiniz, ancaq bir qədər diqqətli olmağınız məsləhətdir. İşlə bağlı müqavilə bağlaya bilərsiniz. Köhnə tanışlarla görüşlər, qırılmış əlaqələrin bərpası üçün münasib gündür. Xərçəng, son dövr ərzində prioritetləriniz dəyişib, ehtiyacınız olanı əldə etmək üçün gözəl şansınız olacaq. Şəxsi həyatınızda uğur qazanacaqsınız. Maliyyə sıxıntılarının yaranmaması üçün borc verməkdən çəkinin. Şir, inad, məqsədyönlülük və güclü iradə sayəsində ən mürəkkəb məsələlərin öhdəsindən gələ biləcəksiniz. İşgüzar danışıqlar, maliyyə məsələlərinin müzakirəsi və həlli üçün münasib gündür. Yaxınlarınızla aranızda fikir ayrılığı yarana bilər. Qız, vergi, sığorta, kreditlə məşğul olan idarələrin işçiləri üçün bugün uğurlu olacaq. Mürəkkəb hesablamalar aparmaq, biznes plan hazırlamaq olar. Çoxdan yaranan fikir ayrılıqlarını bitirə, həm də gələcək üçün ortaq planları müzakirə edə bilərsiniz. Tərəzi, çox uğurlu gündür. Sizin üçün gözəl imkanlar yaranır. İntuisiyanız güclüdür. Onu dinləyərək səhvlərdən qaça bilərsiniz. Planlaşdırılmayan görüşlər mümkündür. Əqrəb, yaxşı ideyalarınız varsa, onları həyata keçirmək üçün fürsət yaranacaq. Yaradıcı potensialınız yüksəkdir. İstənilən şəraitdən çıxış yolu tapa biləcəksiniz. Bugünə romantik görüş təyin edə bilərsiniz. Oxatan, yaxınlarınızla aranızda fikir ayrılığı yarana bilər. Günün ikinci yarısı ziyafətə dəvət ala bilərsiniz. Böyük xərc aparan alış-verişlər etmək məsləhət deyil. Gözlənilməz təkliflər gələcək. Oğlaq, maddi sıxıntılarınız olsa da karyeranızla bağlı xoş xəbər alacaqsınız. Şəxsi həyatınızda irəliləyiş olacaq, xoş xəbərlər eşidəcəksiniz. Dolça, hansısa yeni bir işə başlamazdan əvvəl onu yaxşıca götür-qoy edin. Emosiyaların təsiri altında hərəkət edir, lazımsız qayğılar yaradırsınız. Təcrübəli insanların məsləhətlərini dinləyin. Balıqlar, sizin üçün çox uğurlu gündür. Prioritetləri düzgün təyin etməsəniz, rutin işlər sizi vacib layihələrdən ayıracaq. Ailə mövzularına diqqət edin. Karyeranızda uzun müddət gözlədiyiniz mərhələyə keçid alacaqsınız. Səhər saat 7-də hörmətli telesəhər tamaşaçıları ola bilsin ki, kimsə artıq indidən mühərriki işə salıb və işə hər hansısa bir hətta şəhərə və qəsəbəyə gedir ki, yolunuz uzun olsa da mütləq yolda ehtiyatlı olmaq önəmlidir. Hörmətli telesəhər tamaşaçıları, dünyada hər 5 qəzadan biri məsələ yuxuya görədir. Sükan arxasında yuxu uyub, təbii ki, qəza törədən sürücülərin sayı az deyil. Bəli, elə yol hərəkəti qaydaları kitabında da qeyd olunub ki, sürücü əgər özünü yorğun, əzgin, yuxulu hiss edirsə, dərhal avtomobili dayandırmalıdır və 15-20 dəqiqə yolun kənarında da olsa, yuxuya gedib o yuxunu ala bilər. Eyni zamanda kafeinli içkilər içə bilər, kofe içə bilər ki, o yuxu qaçsın və əgər biz yuxuluyuqsa, təbii ki, bu uzaq yol gedənlərdə xüsusilə olur, çalışmamalıyıq ki, özümüzü yuxusuz aparaq və bu prosesi davam etdirək.
yuxulu avtomobili sürdükdə özümüzdən asılı olmayaraq Bəli. yuxuya gedə bilərik. Təbii ki, bu da bax, qəzalara burada, səbəb ola bilər. əminlik də var. Bəzi sürücülər əmindirlər ki, yox, mən çox yuxuya getməyəcəm, amma statistika burada da göstərir ki, elə sükan arxasında oturan şəxslərin 60%-i hətta qəza ilə artıq balaca da ola bilər, böyük bir qəza ilə bitirir yolu və eyni zamanda onu da qeyd etmək lazımdır ki, hansı saatlarda daha çox yuxuya getmə ehtimalımız var. Alimlər araşdırıb və qeyd edirlər ki, səhər saat 5-dən 7-yə kimi, eyni zamanda saat 13:00-dan 15:00-a kimi. Bəli, və günün elə özümüzü ən çox yuxulu hiss etdiyimiz saatlarıdır. Xüsusilə də uzun yol gedən insanlar çalışmalıdır ki, 2 saatdan bir mütləq şəkildə istirahət eləsinlər. Və elə biz də bu mövzunu araşdırmışıq. Əgər yuxulu biz avtomobil idarə ediriksə, nələr baş verə bilər və nə etməliyik ki, bunun qarşısını alaq? Gəlin, süjetimizdən öyrənək. Əksər sürücülər var ki, yol hərəkəti qaydalarına əməl etmirlər. Onlar yorğun və yuxusuz sükan arxasına əyləşir və avtomobili idarə edirlər. Belə olan halda da təhlükələr artdıqca reaksiya da gec olur və bədbəxt hadisələr də qaçılmaz olur. Gün ərzində fasiləsiz yük və sərnişin daşıyan nəqliyyat vasitələrinin sürücülərinin yollarda hərəkəti təhlükəlidir. Yorğunluq yarandığında sürücü bunu hiss etmir, amma 5 saniyəlik gözlərini yumsalar belə təhlükənin bir addımlığında olurlar. Baş Dövlət Yol Polisi belə sürücülərə çağırış edir. Uzun müddət sükan arxasında olmaq yorğunluq yaradır, diqqəti zəiflədir və reaksiya vaxtını azaldır. Bu isə qəza ehtimalını kəskin şəkildə artırır. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, yorğun və yuxusuz halda sükan arxasında əyləşmək, sürət həddini aşmaq, zolaq dəyişərkən ehtiyatsız davranmaq və sükan arxasında diqqəti yayındıran hərəkətlərə yol vermək ağır nəticələrə gətirib çıxarır. Unutmaq olmaz ki, sükan arxasında verilən hər səhv qərarın arxasında insan həyatı dayanır. Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücüləri yollarda məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırır. Yuxusuzluq və yorğunluq sürücülərdə diqqət yayınmasına da səbəb olur. Bu da sükan arxasında olanların riskli manevrlər etməsi ilə nəticələnir. Həmin anda isə tez-tez zolaqdan kənara çıxırlar. Statistika göstərir ki, 16 saatdan çox əgər sürücü yatmırsa, bu istər-istəməz bunun reaksiyasını gətirib içkili sürücünün, yəni alkoqol qəbul etmiş sürücünün reaksiyasına bərabər tutulur. Normalda məsələn gözümüzü 1 saniyədə qırpırıqsa, bu yuxulu sürücüdə 2-3 saniyə gəlib çıxır. Bu da sürücünün həm reaksiya yolunu, həm tormuz yolunu uzatdığına görə tez-tez qəzalar baş verir. Ümumiyyətlə, yuxusuz sürücülərə mən tövsiyə edirəm ki, əgər görürlər ki, yuxuları gəlir, idarə edə bilmirlər, 15-20 dəqiqə saxlayıb avtomobili dincəlmək lazımdır. Ekspertlər deyirlər ki, yorğun və yuxusuz sürücülər çox vaxt hərəkəti refleksdən edirlər. Yəni idarə etməni itirsələr də bunu hiss etmirlər. Normal hərəkətdə olduqlarını düşünürlər. Xüsusilə də uzaq yola çıxan sürücülərə tövsiyə olunur ki, özləri ilə köməkçi və ya əvəzedici bir nəfər də götürsünlər. Belə olan halda təhlükə minimuma enər. Ələkbər Salih, Zaur Həşimov, Telesəhər. Gün ərzində ən çox avtomobil idarə edənlər ilə ictimai nəqliyyat vasitələrini idarə edənlərdir ki, ən çox onlar bu məqamlara xüsusilə fikir verməlidir. Elə taksi sürücülərinə də aiddir bu. Taksi sürücülərinin bir digər problemi də məhz dayanma durma problemidir ki, onlara zəng gəlir, ünvana gedirlər və elə bir məkan olur ki, orada avtomobili saxlamaq mümkün deyil. Bəli, hörmətli telesəhər tamaşaçıları, hətta Bakının bəzi küçələrində artıq bunun üçün xüsusi adacıq yaradılıb ki, orada gözləmə müddəti var. Lakin yenidən taksi sürücülər qeyd edirlər ki, bəzən elə olur ki, müştəri elə bir yerə bir sifariş edir ki, özə ləngiyir. Biz artıq məcburuq ki, avtomobili hərəkətə başlayaq və onları gözləməyək. Bəs bu problem necə həll olunsun? Çünki bəzən hətta dayanma, durma işarələri olmayan yerlərdə belə avtomobilləri saxlamağa olmaz. Hansı səbəblərdən bu yaranır və taksi sürücülərinin dərdilərini indi eşidəcəyi bir yerdə, hörmətli telesəhər tamaşaçıları, gəlin izləyək. Elə bax, deyərəm ki, bir yarım saat bundan qabaq bu barədə cərimə gəlib mənə. Neçə manat? 60 manat 2 bal cərimə. 28-də Səmədvurğun parkın qabağında belə bir hadisə yaşanmışdı. Hansı ki, taksi sürücüsü orada saxlamağa icazə olmadığı təqdirdə saxladı. Yəni, danışdıq ki, tez gəl, tez mən də orada mindim. Günə 80 manat qazanırsan, elə bir dəfə cərimə gəldi, günü apardı sənin üçün. Sərnişin taksi sifariş verir, amma doğru nöqtədən deyil. Bu isə sürücüyə cərimə bahasına başa gəlir.
Bura paytaxtın mərkəzi küçələrindən biridir. Taksi sürücülər deyirlər ki, məsələn bu nöqtədə sərnişinlər taksi sifariş verirlər, amma burada dayanmaq qanunla qadağandır və bu mənzərə paytaxtın müxtəlif nöqtələrində yaşanır. Elə buna görə də sürücülər cərmələnirlər. Cərmələrin məbləği isə 20 manatdan başlayır. Sürücülər isə çıxılmaz vəziyyətdədirlər. Ya müştərini itirir, ya da xərcə düşürlər. Sifarişdən imtina etmək də çıxış yolu deyil. Çünki bu, tətbiqdə sürücünün reytinqinə təsir göstərir. Müştəri də misal üçün gəlib gözləyim yolun qırağındadır, ilk xətdir. Məcburi girir yola da ki 80 manat sağ olsunlar gəlir hər dəfə cərimə. Dayama durmaya görə. Bəli, çox gəlir. Həddindən artıq. Demək olar ki, başda 400-500 manatdan çox olar ki, mən ödəmişəm sırf dayama durmaya görə. Deyərəm elə həftədə bir 60 manat, 80 manat biz cərimə ödəyirik. Yəni dayama durma qadağan olan Dayanma, durma, müştəri götürmə, yəni bilmirəm müştəri düşürən zaman, müştəri götürən zaman ancaq belə hallardır. Ləğv eləyə bilmirəm, müştərini də başa sala bilmirəm ki, mən orada maşını saxlasam mənə cərimə gəlir. Sonra ikimizin arasında problem yaranır. Fərqlənmə nişanı aldırırlar bizə, amma biz heç kimdən fərqlənmirik. Heç olmazsa o nişanı bizə aldırırlarsa, ayda 74 manat pulu ödəyiriksə ona, biz kimdənsə fərqlənək, heç kimdən fərqlənmirik. Ekspertlərin fikrincə problemin həlli həm infrastrukturun düzgün planlaşdırılmasından, həm də sərnişinlərin maarifləndirilməsindən keçir. Qeydiyyatda olan, qanuni fəaliyyət göstərən taksilərin istənilən vaxt sərnişin mindirib düşürməsi məsələsi legallaşmalıdır. Buna imkan yaradılmalıdır. Bunun başqa bir mexanizmi yoxdur. Deyək ki, məsələn, nümunə kimi deyirəm, Neftçilər prospekti başdan başa dayanma durma qadağandır. Nişanları ilə bəzənib. Hər yerdə. Belə olan halda, yəni Milli Parkda, bulvardan istifadə edən insanlar taksiyə minərkən hara getməlidirlər? Konkret 1-2 nöqtə müəyyənləşib, o da yəni kifayət deyil hesab edirəm ki. Ona görə bu hallarda müəyyən imkanlar yaradılmalıdır. Hazırda sürücülər yalnız avtobus zolaqlarındakı xüsusi yerlərdə və taksi duracağından istifadə edə bilərlər. Amma sürücülər deyirlər ki, onların da sayı kifayət qədər deyil. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, avtobus zolaqlarında minib düşmə yerlərinin yaradılması davam etdirilir. Son belə məntəqələr Nizami rayonunun Qara-Qarayev prospektində, Nəsimi rayonunun Füzuli küçəsində, Yasamal rayonunun Cəfər Cabbarlı və Abbas Mirzə Şərifzadə küçələrində yaradılıb. Bundan əvvəl isə Yusif Səfərov və Rəşid Behbudov küçələrində, həmçinin Rəşid Behbudov və Mikail Rəfili 28 may və Fikrət Əmirov küçələrinin kəsişməsində, Neftçilər prospektində və 8 noyabr prospektində təşkil edilib. Həmin yerlərdə istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib düşmələr ən qısa vaxtda yerinə yetirilməlidir. Həftənin cümə günüdür, hörmətli telesəhər tamaşaçıları. Özdə endirimli cümə elə məhz bir problemlər yaradır ki, bütün taksi sürücüləri eyni zamanda yolda olan şəxslər tıxacda qala bilər. Hətta mobil əlavələrdə belə, yəni söhbət taksi xidmətlərindən gedir. Orada da müəyyən bir endirimli cümədən siz yararlana bilərsiniz. Və ümumiyyətlə, endirimli cümə nədir? Artıq 1950-ci illərdən Şükran günü bitdikdən sonra Filadelfiyada yaranan bir termindir ki, nəzəriyyə növüdür ki, polislər ilk dəfə bax bu sözdən istifadə etməyə başladılar. Yəni, qara cümə, Black Friday. Bunun səbəbi odur ki, Şükran gündən sonra o qədər izdihamlı bir gün baş verirdi ki, gəl görəsən. Bəli, bu günün tarixini iqtisadiyyata bağlayanlar da var. Eyni zamanda bəzi fərziyyələr də var ki, ümumiyyətlə heç bir tarixi yoxdur və əsas olaraq bu marketinq hiləsidir. Çünki bir çox insanlar endirimdən həm yararlanırlar, amma elə mağazalar, belə satış mərkəzləri var ki, qiyməti biraz daha qaldırıb, daha sonra endirərək endirimli qiymət deyə təqdim edirlər. Amma hər halda məhsulun keyfiyyətini, onun dəyərini bilməliyik ki, hətta endirimli cümədə belə aldanmayaq. Bəli, əslində biz bax, endirimli cümədə istifadə etdiyimiz fürsətlər var da, onları itirmək qorxusu FOMO hissi adlanır və insanlar bax, bu FOMO hissindən qorxurlar. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, dünyada ən çox endirimli cümədə hansı məhsulları əldə edirlər? Bu, birinci yerdə elektronikadır, ikinci yerdə geyimdir və üçüncü yerdə kimyəvi maddələr, xüsusilə də ev üçün istifadə olunan təmizlik maddələridir. Bəli, ölkəmizdə endirimli cümədə nələr var, hansı endirimlər var, elə sujetimizdən biləcəyik. Black Friday endirimlərindən yararlanacaqsınız? Bəli, yararlanacaq. Biz özdə aşpazlıq deyənə, yəni əgər yaxşı bir bıçaq dəsti tapa bilsək və yaxud tava dəsti tapa bilsək, tava ala bilərik özümüzə.
Hər il noyabr ayının son həftəsinin 5-ci günü Black Friday kimi tanıdığımız möhtəşəm cümə günü endirimləri bütün dünyada olduğu kimi ölkəmizdə də tətbiq edilir. Müxtəlif çeşiddə məhsullar endirimli qiymətlərlə müştərilərə təklif olunur. Hər il noyabr ayının sonu Avropa ölkələri həyəcan və təlaş ilə milada hazırlaşırlar. Elə bu səbəbdən də Black Friday günləri onların bayram öncəsi alış-veriş etdiyi ən sərfəli ərəfə olur. Ancaq bu endirim demək olar ki, bütün dünyada tətbiq edilir. Endirimli məhsullar isə həm mağazalarda, həm də onlayn alış-veriş səhifələrində həyata keçirilir. 50, 60, hətta 70%-ə qədər endirimli məhsullar müştərilərə təklif olunur Black Friday ərəfəsində. Bəs görəsən bu realdır, yoxsa marketinq tələsidir? Bu müddət ərzində edilən endirimlər realdırmı? Bəli, realdır. Çünki heç bir sahibkar, heç bir mağaza istəməz ki, bu müddətdə kütləvi şəkildə alış-verişə gələn müştərilər narazı qalsınlar və bundan sonraki satış həyatında bu narazılıq ona böyük bir problemlər yaşatsın. Satış təmsilçiləri isə deyirlər ki, həftədə endirimlərlə bağlı müştərilərdən demək olar ki, hər gün zənglər alırlar. Hal-hazırda satış zəifdir, amma təbii ki, noyabr ayının son həftəsi satış daha çox olur, çünki müştəri vaxtdan çox olur. Bir sözlə 28 noyabra hələ bir həftə qalsa da, bəzi şirkətlər və saytlar artıq endirimləri təklif edirlər. Proqnozlara görə isə bu il xüsusilə elektronika, mobil telefonlar, geyim və məişət texnikası sahələrində böyük endirimlər gözlənilir. Nigar Babayeva, Nuran Ələkbərli, Telesər. Bəli, elə endirimlər haqqında, endirimli cümə haqqında biz mediadan məlumat əldə edirik. Elə onu da deyək ki, ilk reklam haqqında məlumat məhz qəzetlərdə çap olunub və elə amma hazırda qəzetlərə maraq bir qədər azalıb. Təbii ki, texnologiya inkişaf edir. Müxtəlif üsullarla biz məlumatları əldə edirik. Sosial media var, müxtəlif saytlar var. Ən dəqiq məlumatları da oradan əldə etmək mümkündür. Bilirik, özdə sürətlə. Yəni biz gözləmirik ki, qəzetdə bir buraxılış çıxsın ki, biz xəbərlərlə tanış olaq. İndi hər şey o qədər mobilləşib ki, insanlar daha tez informasiya qəbul etmək istəyir. Amma bir məsələ var. Dünya statistikasına görə nə qədər internet resursları olsa belə qəzet ən çox oxunan kağız vasitələrdən biri sayılır və eyni zamanda Yaponiyada maraqlı bir qəzet var. Təsəvvür eləyin ki, bir qəzet, sən onu oxuyub bitirirsən, sonra torpağa bastırırsan və sulayırsan və orada toxumlar vasitəsilə artıq bitkilər çiçəklənməyə başlayır. Maraqlı təşəbbüsdür və ətraf mühiti də qoruyub saxlayır. Bəli, və bir məlumatı da nəzərinizə çatdıraq ki, 2026-cı il dövlət büdcəsi layihəsində maliyyələşdirilməsi nəzərdə tutulmayan qurumlar da var. Bax, onlardan biri də elə Azərbaycan nəşriyyatıdır. Bu da əlbəttə ki, ölkədə qəzet çapının hazırki vəziyyətini bir daha gündəmə gətirmiş olur. Bundan sonra qəzetlərin taleyi necə olacaq? Elə reportajımız var, izləyək. Hazırda gündəlik ümumiyyətlə cəmisi 5 qəzet çıxır, amma ümumilikdə 33 qəzetin çapını biz yerinə yetiririk. İllər öncə 2003-cü ildə bu say 158 qəzet idi. 2020-ci illərin əvvəlində hardasa 50-yə yaxın idi. İndi isə cəmisi 33 qəzet. Tirajların sayının azalması göstərir ki, qəzetlərə maraq əvvəlki kimi deyil. Çünki səhərə çıxacaq qəzetdəki bu xəbərlər artıq sosial şəbəkələrdə yayımlanıb. Elə bu xəbərə diqqət yetirək. Azərbaycan-ABŞ beyin mərkəzlərinin birinci forumunda Vaşinqton samiti müzakirə olunub. Bugün üçün nəzərdə tutulan dünənin xəbəridir. Yəni xəbər artıq köhnəlib. Elə problemi kökündə də bu dayanır. Zamanın sürəti, informasiyanın dəqiqələrlə dəyişməsi və çap mediasının bu sürətə çatmaması. Qəzet oxuyursunuzmu? Xeyr. Niyə bəs? Qəzetin dövrü çünki keçib artıq. Hər kəs elektron şəbəkələrdən istifadə edir. Telefon, planşet, kompüter kimi sosial şəbəkələrdən informasiya alır. Qəzet oxuyursunuzmu? Xeyr. Çünki o dövr artıq gedib. Hal-hazırda sosial şəbəkələrdən istifadə etdiyimiz üçün
oradan dolğun məlumatları əldə etdiyimiz üçün ehtiyac duymuram. Son dəfə qəzeti nə vaxt oxudunuz? İnanın ki, xatırlamıram. Hətta elə. Niyə? Ona görə ki, mən istədiyim məlumatı şəbəkələrdən, sosial şəbəkələrdən, internetdən alıram. Bəli, çünki informasiya daha dinamik, daha operativ və daha rəqabətli mediaya transformasiya edir. Bunlar isə qəzetə yanaşmaları dəyişir. Bugün isə qəzetlərin yalnız bir nüsxəsinə maliyyənin ayrılması təəccüblü sayılmamalıdır. Biz deyək ki, həm də keçmiş ilə qalmayaq. Yəni biz həm də modern olmalıyıq, modern düşüncəli olmalıyıq. Bu o demək deyil ki, biz elə qəzeti sevə-sevə ömrümüzün axırına kimin və yaxud da ki, bu dünyanın axırına kimin qoyub saxlayacaq, yox. Amma bir paçivka kimin elə bilən bəzi nüsxələri yaşamalıdır, qalmalıdır. Yenə deyirəm, məktəb yaradan bir platformaya məktəb kimi baxmaq lazımdır, buna qəzet kimi yox. Bəs mövcud vəziyyət və proqnozlar nəyi göstərir? Artıq yeni nəsil qəzet oxumur. Qəzet satışı demək olar ki, sıfıra bərabərdir. Qəzetlərdə reklam yoxdur. Bütün insanlar qəzetləri artıq elektron versiyadan oxumağa üstünlük verirlər. Əgər son 20 ildə Azərbaycan dövlətinin dəstəyi olmasaydı, kağız mətbuat, yazılı mətbuat artıq çoxdan sıradan çıxmışdı. Yeni dövrü qəbul eləmək lazımdır. Bu dövr yəqin ki, qəzetsiz bir dövr olacaq. Yeni nəsil ancaq informasiyanı telefonlardan, yeni texnologiyalardan alır. Amma bizim əlbəttə istədiyimiz, arzuladığımız odur ki, klassik mətbuatda olan araşdırma janrı, köşə yazıları, geniş reportajlar, samballı müsahibələr yeni mediada ya da transformasiya olunsun. Bir vaxtlar gündəmi müəyyənləşdirən, ən etibarlı xəbər mənbəyi olan qəzetlər indi tarixə çevrilir. Daha doğrusu, texnoloji yeniliklər, sürətli inkişaf, informasiya vasitələrini də yenilənməyə məcbur edir. Nəticədə... Kilosu neçədir bunun? 2 manat. 2 manat. Davam edir, hörmətli tamaşaçılar. Biz hazırda mədəniyyət aləmində baş verən yeniliklərlə tanış olacağıq ki, o yeniliklərdən birini nəzərinizə çatdıraq ki, Mənim adım Neft adlı qısametrajlı sənədli film Tehran Beynəlxalq Qısametrajlı Film Festivalının əsas mükafatını qazanıb. Filmdə neft canlı bir varlıq kimi təsvir olunur və hekayə neft platformasında diqqətdən qaçan kiçik bir detalın yaratdığı partlayış təhlükəsi üzərində qurulub. Film Azərbaycan və Singapurun birgə layihəsidir və elə bununla bağlı yaradıcı heyətə də biz buradan uğurlar arzulayırıq. Və yeri gəlmişkən ola bilsin ki, maraqlı sərgi axtarışındasınız. Hörmətli telesəhər tamaşaçıları, onu qeyd edim ki, İçəri Şəhər Dövlət Tarixi Memarlıq Qorğu İdarəsinin təşkilatçılığı ilə noyabrın 18-dən etibarən tanınmış Özbək miniatür ustası Cahangir Aşurova görüş və ustad dərsləri keçirilir və eyni zamanda onu da qeyd etmək lazımdır ki, o həqiqətən də miniatür ustası sayılır və miniatür ustası deyərək biz onun müxtəlif əl işlərini görə bilərik bu sərgidə. Ola bilsin ki, həftə sonu maraqlı bir vaxt keçirmək istəyirsinizsə elə sərgiyə belə yollana bilərsiniz, hörmətli telesəhər tamaşaçıları. İndi isə istərdik ki, dünyada və Azərbaycanda baş vermiş ən son mədəniyyət xəbərlərini sizə çatdıraq. Milli İncəsənət Muzeyində Elm və Təhsil Nazirliyinin dəstəyi və Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə türk dilli dövlətlərin ali təhsil müəssisələrinin rəhbərlərini bir yerə toplayan sərgi keçirilib. Sərhədsiz İncəsənət adlı sərgidə Türk dünyasının Rəssamlıq Akademiyasının tələbələrinin əsərləri nümayiş olunub. Rəssamlıq Akademiyasının yaranmasının 25 illiyinə əsr olunan tədbirlər planı çərçivəsində açılan sərgidə 35 tablo təqdim edilib. Türk dilli dövlətlərin milli dəyərlərinin və tarixi ruhunun əks olunduğu ekspozisiyada Ulu Öndər Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli sərəncamı bir daha səsləndirilib. Bildirilib ki, Akademiyanın yaradılması ölkəmizdə təsviri incəsənət üzrə təhsilin inkişafında müstəsna xidmətlər göstərir. Azərbaycanla yanaşı Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Şimali Kipr və Macaristandan gələn qonaqların iştirakı ilə keçirilən sərgidə tələbələrin təqdim etdikləri əl işlərinə baxış da keçirilib. Türk xalqlarını bir idey ətrafında yaxınlaşdıran ortaq əlifba təşəbbüsü bu dəfə ədəbiyyatın iki böyük adını birləşdirib.
Ankarada Türksoy və Türk Akademiyasının ortaq türk əlifbası ilə hazırladığı 2 nəşr, Abay Kunanbayevin Qara Sözlər və Çingiz Aytmatovun Cəmilə əsərləri təqdim olunub. Tədbir müxtəlif türk dövlətlərindən diplomatları, beynəlxalq təşkilatların nümayəndələrini, alimləri, mütəxəssisləri və geniş ictimaiyyəti bir yerə toplayıb. Mərasimdə 34 hərfdən ibarət ortaq türk əlifbasının mədəni inteqrasiyadakı rolu və bu formatda nəşrlərin davam etdiriləcəyi xüsusi vurğulanıb. Hörmətli telesəhər tamaşaçıları, biz davam edirik. Salamlaşma da əslində mədəniyyətin bir növüdür. Çalışın ki, siz də gündəlik həyatda kollegalarınızı, iş yoldaşlarınızı, qonşularınızı mütləq salamlayın. Çünki bugün dünyada ümumdünya salamlaşma günü kimi qeyd olunur. Bəli, çalışın ki, elə ünsiyyəti də məhz salamlaşma əsasında ilk başlanğıcını qurasınız və elə qədim tarixə, qədim dövrə nəzər yetirsək, Yunanlılarda ilk olaraq salamlaşma əlimdə silah yoxdur mənasını verirdi və elə Romalılar da biləkdən tutaraq mən düşmən deyiləm fikrini, düşüncəsini ötürməyə çalışırdılar. Elə salamlaşmağın bizə psixoloji təsirləri də var, üstünlüklər də var ki, qarşı tərəfə güvən yaradır, ünsiyyət qurmağın ilk qapısını açır və əlbəttə ki, ən əsası da bizə pozitiv enerji verir. Və salamlaşma son zamanlar əl sıxma vasitəsilə həyata keçirilir. Onu da qeyd edim ki, dünyada ən çox salamlaşma növü məsələ Hindistanlıların namastesidir. Və əslində ən gigiyenik salamlaşma növü isə bax, yumruqla salamlaşmaqdır. Onu da qeyd ediblər və ona görə gəl səndən də belə salamlaşaq. Sağollaşaq. Və süjetimizi izləyək. Salam Röya. Günün salamlaşması məhz sabahınız xeyir kəlməsi ilə başlayır. Salam sözü ərəbcədən sülh olsun mənasını verir. Salamlaşmaq münasibətləri möhkəmləndirən, doğmalaşdıran ədəb qaydalarından sayılır. Qarşılaşdığımız hər kəsə salam vermək həm də diqqət və hörmət göstəricisidir. Hər bir ölkənin özünə məxsus fərqli mədəniyyəti olduğu kimi salamlaşma mədəniyyəti də var. Salam həm də bilirsiniz ki, bütün dünyada, dünya dillərində sülh deməkdir, sevgi deməkdir. Mən sənə sayğı, məhəbbət, sevgi göstərirəm. Sülh arzulayıram deməkdir. Azərbaycan xalqında ürəyin üstünə əlini qoymaq olar və bir balaca və yaxud ən məşhur adam varsa, tanınmış adam varsa daha çox əyilməklə öz sayğısını, sevgisini digər bir insana göstərir. Salamlaşma sizə adi gəlməsin, çünki bu terminin də lüğəti var. Bəli, düz anladınız. Dünyada salamlaşma fərqli yazılır. Məsələn, qardaş ölkə Türkiyədə böyüklərin əli öpülərək alnına qoyulur. Digər yaş qrupunun nümayəndələrinə sadəcə salam deyilir. Avropa ölkələrinin əksəriyyətində və Amerikada salamlaşarkən işlərin necədir, yaxud necəsən deyə soruşurlar. Emosional Latın Amerikalılar qucaqlaşırlar, soyuqdan donan Laplandiyalılar isə burunlarını bir-birinə sürtürlər. Mehriban Yaponlar üç növ baş əyməklə salamlaşırlar. Çinlilər də baş əyir, ancaq onlar əllərini bədən boyunca uzadırlar. Ərəblər əllərini sinələrinin üstünə qoyurlar, sirli Tibetlilər sağ əllə papaqlarını çıxarır, sol əllərini isə qulağın arxasına qoyub dillərini göstərirlər. Bu beynəlxalq salamlaşma gününün də əslində qayəsi nədir? Konfliktlərdən, qovğalardan, ziddiyyətlərdən, konfrontasiyalardan qurtulmaq, insanların bir-birinə sülh əli, barış əli uzatmaq, bir-biri ilə salamlaşmaq, insan ünsiyyətçil bir varlıqdır, sosial varlıqdır və sosial varlıq da o deməkdir ki, insanlar bir-birinə qarşı empati olmalıdır, bir-birinin ağrısını, acısını bölüşməyi bacarmalıdır. Etiketlərinin tələffüzündə mimika və jestlərdən yerində istifadə etmək mütləqdir. Maraqlısı budur ki, çox vaxt biz bunun real həyatda mümkün olduğunu düşünürük. Fikrimizi də yaxşıca əsaslandırırıq. Bəzən salamlaşmağı unuduruq. Axı bu bizim sadəcə vərdişimiz yox, həm də adət-ənənəmizdir. Gəlin salamlaşaq. Xeyirli sabahlar diləyi ilə Əzizə Mahmudova, Röya Salmanova, Çinarə Vaqif, Telesəhər. Hazırda isə kənd təsərrüfatı sahəsindən, xüsusilə meyvəçilikdən danışacağıq. Ölkəmizin bir çox bölgələrində meyvəçilik inkişaf edir. Elə hazırda biz alma bağlarından danışacağıq, amma alma dedikdə yadımıza Quba düşsə də, biz hazırda Lerikdə olan alma bağlarından danışacağıq ki, orada həm köhnə alma bağları bərpa olunur, həm də yeni alma bağları da salınır. Və rayon üçün yeni perspektivlər açılır, hörmətli telesəhər tamaşaçıları. Onu da qeyd edək ki, ümumiyyətlə almanın faydasından kifayət qədər çox danışmaq olar. Hətta ingilislər belə öz atavar sözlərində qeyd edir ki, həkimə müraciət etmək istəmirsənsə, gündə bir alma ye. Təbii ki, həkimə müraciət etmək lazımdır. Ən zərərli tərəfləri ən az olan meyvələr sırasında. Bəli, biz isə Lerikə yollanaq. Adətən Qubanın nağıl olması deyirik.
deyəcəyik. Bu dəfə lirikin ağalması deyəcəyik və gəlin bir yerdə seyr edək, orada hansı dəyişikliklər var. İki hektar meyvə bağımız var. Fermer təsərrüfatımız var. Bu meyvə bağıdır. 300-dən yuxarı meyvə ağacıdır. Əsasən bizdə meyvə ağaclarının demək olar 70% yerli meyvə sortlarıdır. Çox qidalı, zəngin meyvələrdir. Hal-hazırda yığım başa çatıb, agrotexniki qulluq işləri gedir. Bizim meyvələr çox təmiz meyvələrdir, ekoloji cəhətdən. Respublikada tanınan meyvələrdir. 320 ağacdır. Qala sortidir, Lekpresdir, 4 sortdur da, damcı üsulunu açmışıq. İnşallah yaxşı inkişaf eləyir. Məsələn, 2 ildir bu ağaclar bu 2 metr, 3 metr qalxıb inşallah. Gələn ildə par verəcək. Lerik rayonu üçün ənənəvi təsərrüfat sahəsi olan meyvəçilik yenidən inkişaf etdirilir. Həm köhnə alma bağları bərpa olunur, həm də rayonun Zuvant ərazisindəki kəndlərdə yeni intensiv bağlar salınır. Bu işə 2023-cü ildə başlanılıb. Lerik rayonu ərazisində ənənəvi üsulla əkilmiş 542 hektar meyvə bağı vardır. Bunlardan 467 hektar məhsul verən bağdır. Ötən il rayon ərazisində 18 hektar sahədə intensiv üsulla əkilmiş meyvə bağları olmuşdur. Onlardan 15 hektar fındıq bağı, 3 hektar isə alma bağı əkilmişdir. Bu ildə 3 hektar sahədə alma bağının salınması ilə bağlı müvafiq planlaşdırma işləri aparılıb. Amma satışda yaşanan çətinliklər lirikdə meyvəçiliyin inkişafına mane olur. Bu il bağlardan yığılan 10 tondan çox meyvənin bir hissəsi hələ satılmayıb. Alma anbarındayıq. Burada sarı turş, cırhacır və qızıl əhməd almaları 6 tona yaxın alma var və hal-hazırda da öz alıcılarını gözləyirlər. Qeyd edeyim ki, əgər alıcı olmasa, almalara qoyulan dəyər belə deyək ziyana gedəcək. Fermerlər də, təsərrüfatçılar da buna görə narahatdılar. Satış, yəni tələbat az olduğuna görə meyvənin satışında biraz problem yaşayırıq. Ona görə də müəyyən dəstəklər olunsa bizə, malımızı, yəni meyvəmizi bazara çıxartmağımıza kömək olunsa, bu daha da inkişaf elətdirir. Həmçinin burada bu yerlərdə, bu ərazilərdə işçi qüvvəsinin sayını artıra bilərik. Bu da bir iş yeri kimi, yəni insanların xidmətinə verilə bilən bir təsərrüfat növüdür. Konserv zavodları falan indi yoxdur. Olsa da hələlik onlara verməyə bizim meyvə, yəni bu meyvəni ancaq bazara, bir də şəxsi müştərilərə veririk. Əvvəldən burada böyük bağçılıq olub, 500 hektardan yuxarı burada meyvə bağı olub, 1000 tonlarla konserv zavodlarına, idarə müəssisələrə buradan meyvə vermişik. Lerikin torpaq iqlim xüsusiyyətləri meyvəçiliyin genişləndirilməsi üçün əlverişlidir. Yetişdirilən meyvələr də tam orqanikdir. Qalır tədarük məntəqələrinin, soyuducu anbarların və emal müəssisələrinin açılması ilə satış imkanlarının yaradılması. Hörmətli telesəhər tamaşaçıları, əgər biz qidadan danışdıqsa, mütləq çörəkdən də danışmaq önəmlidir. Biz axı çörək yeyən xalqıq, belə deyək. Tez-tez müxtəlif növlərdə çörəklərdən istifadə edirik. Bu təndir çörəyi də ola bilər, zabot çörəyi də ola bilər ki, zabot çörəyi mənim üçün və çoxumuz üçün dünyanın ən dadlı çörəyidir deyə bilərik. Ən dadlı çörəklərdən biri sayılır. Bəli, dünyada əslində 30 mindən çox çörək növü var və hazırda həm buğda unundan, həm qarabaşaq unundan, düyü unundan müxtəlif formada, müxtəlif dadda çörəklər hazırlanır, amma hazırda un məmulatlarından da bir qədər az istifadə edirlər. Çünki bəzən tərkibi də dəyişir. Tərkibində gluten daha çox olduğu üçün əslində bunu vurğulayırlar. Amma əvvəllər qədim dövrə nəzər yetirsə, çörəyin hazırlanması da təsadüfən olub. Unla suyu qarışdırıb günəş altında saxlayırmışlar və zaman keçdikcə bu köpükləndiyi üçün insanlar əslində mayalanmış çörəyin daha dadlı olduğunu kəşf edirlər. Ola bilsin ki, nə vaxtsa yolunuz Almaniyaya düşsün, hörmətli telesəhər tamaşaçıları.
uşaqları ən düzgün orqanizm üçün nəzərdə tutulmuş çörəklər orada hazırlanır. Onların adı Pumpkin Nikeldir ki, təsəvvür edin ki, bir ay ərzində onlar belə xarab olmur və öz qoxusunu, təravətini qoruyub saxlaya bilib. Amma indi son zamanlar ən çox istifadə olunan çörəklərdən biri də bagetlərdir ki, satışa görə birinci yerdədir və eyni zamanda o toster üçün nəzərdə tutulmuş xüsusi çörəklər var da, yəni onlardır. Onlardan daha çox alırlar. Bəli, elə mövzunu araşdırmışıq hazırda. Hansı çörək növləri var və hansı insan orqanizmi üçün daha faydalıdır? Gəlin izləyək. Əvvəllər sadəcə ənənəvi çörək növləri vardı. Nə isti çörəyin qoxusu, nə də görünüşü dəyişirdi. İndi isə çeşid o qədər artıb ki, insan bilmir zeytunlu, düyü unlu, kömürlü, qarabaşaqlı, yoxsa kəpəkli mayasız seçsin. Ölkəmizdə çörək əsrlər boyu bolluq və bərəkət rəmzi sayılıb. Azərbaycanın təndir və çörək bişirmə sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi ilə bu ənənənin zənginliyi bir daha təsdiqlənib. Bugün isə çörək növlərinin artması həm ənənəyə bağlılığı qoruyur, həm də müasir zövqlərə cavab verir. Hal-hazırda bizdə ciabatta çörəyi hazırlanır. Ciabatta çörəyi demək olar ki, son bu 1-2 ildə icad olmuş çörəkdir. Öncədən bizdə ciabatta çörəyi yox idi. Ciabatta çörəyinin özəlliyi odur ki, ciabatta çörəyi kündələnmir. Çünki kündələnsə ciabatta çörəyinin məsafələri bildirilmir. Bu çörəyin digər çörəklərdən fərqi odur ki, bu çörəklər həm mayasızdır, həm də çox keyfiyyətli çörəkdir. Bunu bir neçə gündə saxlamaq olur, keyfiyyətli qalır. Həm şəkər xəstələri üçün də keyfiyyətli çörəkdir. Mütəxəssislər deyirlər ki, çörək çeşidlərinin artması sağlamlıq üçün də geniş seçim imkanı yaradır. Çörək çeşidləri həm zövq baxımından seçilir bir-birindən, zövq olaraq, həm də sağlamlıq baxımından. Məsəl üçün, deyək ki, kömürlü çörək var bizdə və bu mədə-bağırsaq florasını tənzimləyir, qaydaya salır və xeyri var. İstənilən halda hər hansı bir mayasız, drorsuz hazırlanmış çörək un məmulatları mayasız hazırlanar, mayalı hazırlananlardan daha da məsləhətlidir. Seçimlərin çoxalması ilə alıcı davranışı da dəyişir və ya çeşidlər artdıqca müştərilər müxtəlif alternativlərə yönəlir. Müştərilərin ən çox aldığı çörəklər ciabatta çörəyidir, mayasızdır. Dietik çörəklər olduğu üçün ciabattadan sonra ikinci ən çox satılan çörəklərimiz qara baton çörəklərimizdir. Həmçinin burada kəpəkli mayası çörəklərimiz də var. O da bir qədər şəkər xəstələri olan insanlar üçün daha faydalı çörəkdir. Təklif olunan çörək növləri artıq sadəcə gündəlik ehtiyac deyil, həm də seçim və zövq məsələsidir. Kimisi sağlamlıq üçün seçir, kimisi dad üçün, kimisi isə sadəcə yenilik axtarışındadır. Röya Salmanova, Vurxan Turabov, Telesəhər. Hörmətli valideynlər, buradan üzümüzü sizə tuturuq və qeyd etmək istərdik ki, uşaqlarda nəinki heyvan, dörd balaca dostları olan sevgini aşılamaq lazımdır. Eyni zamanda kitab alüdəçiliyini yaratmaq lazımdır. Ona görə də vaxtınız varsa elə alimlər də araşdırır ki, məsələ qış aylarında xüsusilə də ailəlicə oturub maraqlı bir kitablar seçə bilərsiniz. Və uşaqlara adətən hansı kitablar daha xoş gəlir, valideynlərlə bərabər oxusun. Bu nağıllar aləmindəki olan maraqlı bir nağıllardır ki, birinci yerdə hətta dəyişməyərək Balaca Şahzadə Antoine Saint-Exupéry'nin kitabıdır. İkinci yerdə Harry Potter'dır və üçüncü yerdə əslində bax bir neçə maraqlı kitab var ki, onlardan biri, mən bilməzdim ki, nə vaxtsa bax bu kitabı da orada görə bilərəm. Şəhzadə adətən ağbəniz deyirlər də ona. Bax, onun haqqında nağıldır. Bəli, və adətən valideynlər gileylənirlər ki, hazırda texnoloji vasitələrdən uşaqlar daha çox istifadə edirlər. Amma bəzən valideynlər sadəcə məsləhət görür ki, övladına kitab oxusun. Amma araşdırmalar göstərir ki, uşaqlar eşitdiklərini yox, gördüklərini təkrarlamağa meyillidirlər. Ona görə onlar evdə ailə üzvlərinin nə qədər kitab oxuduğunu görsələr, əlbəttə ki, daha çox kitab oxumağa zaman ayıracaqlar. Bugün ön söz rubrikamızda məhz uşaqlar üçün çox maraqlı bir kitab təqdim edəcəyik. Nağıllar aləmini, sirli dünyanı, macəra dolu prosesləri izləmək istəyən, onun içindəymiş kimi hiss etmək istəyən uşaqlar üçün çox maraqlı bir kitabdır. Söhbət Mürşid İsmailzadənin Əjdaha qardaşlığı Şirvanşahların Xəzinəsi adlı kitabından gedir ki, kitabı oxuyanlar məhz o sirli dünyaya bir səyahət də etmiş olacaqlar. Biz də edək.
Əziz kitab sevərlər, bu gün sizə Azərbaycan ədəbiyyatının ən yeni və uğurlu nümunələrindən birini təqdim edirəm. Mürşid İsmailzadə Əjdaha qardaşlığı Şirvanşahların xəzinəsi kitabını sizə təqdim edirəm. Şirvanşahların xəzinəsi kitabı baş qəhrəman Əlinin babasının xəstələnməsi ilə başlayır və Əli məhz bu hadisədən sonra fikir verir ki, babası sağlığında rəssam olduğu üçün sağlam olduğu vaxtlarda xeyli əjdaha şəkilləri çəkirmiş və bu məqamın arxasında əslində hansı nüanslar durur, onu öyrənməyə çalışır və bütün bu maraq onu başqa bir macəraya aparır. Və əslində bir müddət keçdikdən sonra bizə də maraqlı gəlir ki, görəsən bu Şirvanşahların gizli sirri nədir və həmçinin əbədi həyatın sirrini öz əlində saxlayan o qılınc kimin əlinə keçə bilər və onu necə qorumaq olar? Bax, bu kimi nüanslar kitabda öz yerini tapıb. Hər birinizi bu kitabı əldə etməyə və oxumağa dəvət edirəm. Sağlıqla qalın, kitabla qalın. Bəli, hörmətli telesəhər tamaşaçıları, biz davam edirik və istərdik ki, mövzumuzu nəhayət ki, efirdə səsləndirək. Bilirik ki, bugün cümə günüdür və cümə günündə hər kəs alış-veriş eləyir. Yeri gəlmişkən alimlər və psixoloqlar da qeyd edir. Ən yaxşı alış-verişin vaxtı Təranə məhz elə səhər vaxtlarıdır. Çünki beyin rahatlıqla istədiyi bir məhsulu seçə bilər və bu ay, xüsusilə də noyabrın sonunda, xüsusilə onu qeyd etmək lazımdır ki, cümə günüdür, cümə endirimləridir daha doğrusu. Bu həftə ərzində artıq. Bəli, bu həftə ərzində siz də yəqin ki, bax bu möhtəşəm cümədən yararlanmışsınız. Bəli, elə günümüzün mövzusu da bundan bağlıdır. Elə bu həftə ərzində istədik ki, məhz bu gün, elə cümə günü olduğuna görə bu mövzunu qoyaq ki, Azərbaycanda olan endirimli cümədən və istifadə etmişsiniz və reallığına inanırsınızmı? Yararlanmışsınızmı? Bizə yazın, göndərin. 050 245 37 17 bizim WhatsApp nömrəmizdir. Fikirlərinizi yazın, göndərin və efirimizin gedişatında səsləndirəcəyik. Yararlanmışam, amma son dövrlərdə mən reallığına bir qədər inanmıram. Mən də inanmıram. Məncə artıq bu marketinq bir addımdır, düzdür. Bəzən elə olur ki, yəni möhtəşəm bir endirimləri biz hiss edə bilirik. Lakin nədənsə bu endirimli qiymətlər sadəcə müəyyən bir məhsullara belə deyək də üzərində qoyulur və bu məhsulları heç vaxt istifadə etmirik də. Yəni mağazalarda da, rəflərdə də olan bir məhsul var ki, onu heç vaxt almaram, amma o elə bir endirimə düşür ki, marketinq addımıyla sən başa düşürsən ki, almalıyam. Amma bu endirimlər eyni zamanda uşaq mağazalarına və oyuncaq mağazalarına da şamil olunur. Bir çox oyuncaqlar kifayət qədər keyfiyyətli olduğuna görə qiymətləri də yüksək olur, amma elə valideynlər məhz bu gün yollanıb endirimlərdən yararlana bilirlər. Elə oyuncaqlar sırasında legolar da var ki, uşaqların psixoloji sağlamlığı və xüsusi bacarıqlarının formalaşması üçün də legolardan istifadə etməsi, onlar quraşdırması da olduqca önəmlidir. Bəli, konstruksiya, süni intellekt və son zamanlar texnologiya inkişaf etdikcə, yəni Legoya maraq da artır. Çünki məktəblilər nəinki bu Legonu sırf oyuncaq kimi istifadə edirlər. Çünki Danimarkadan gəlir Lego və belə deyək ki, onların dilində desək, let go deməkdir. Yəni, yaxşı oyuna mənasını daşıyır. Amma indiki zamanədə müxtəlif konstruksiya var belə və hətta mühəndislik üçün belə Legolar var. Bəli, ən böyük, dünyanın ən böyük, ən nəhəng Legosu 2011-ci ildə düzəldilir. Nəhəng gəmidən gedir söhbət. Bu layihə dövrünün ən böyük məhz Legolarından hesab olunur. Və elə bizim gənclərimiz də texnoloji yeniliklərlə ayaqlaşmağı bacarır. Nəinki ayaqlaşır, eyni zamanda öz ixtiraları da var. Gənclərimiz xüsusilə son günlərdə keçirilən STEAM müsabiqəsində iştirak ediblər. Bizim Nigar Babayeva onlar haqqında sujet hazırlayıb. Gəlin görək bizim istedadlı gənclər öz məharətini STEAM beynəlxalq yarışmada necə göstəriblər. Meduzalar, sualtı qayıq, böyük şəhər, suyu təmizləyən robotlar və daha nələr. Texnologiya dövrü müasir uşaqlara da öz təsirini göstərir. Belə ki, onlar artıq kiçik yaşlarından müxtəlif texnoloji avadanlıqları özləri yarada bilirlər. Balaca dostlarımızın Legodan olan əl işlərini və xüsusi müsahibələrini təqdim edəcəyik. Suüstü tədqiqat şəhəri ilə qarşılaşdıq. Maraqlı tərəfi isə odur ki, bu şəhərcikdə ətrafda və sudakı tullantıları robotlar təmizləyir. Alimlər bu şəhərdə tədqiqatlar aparırlar. Suüstü şəhərin hətta günəş paneli də var. Bu şəhəri Legodan Zəhra və Rəsul hazırlayıblar. Bu iki gənc ixtiraçı Lənkəran rayonunun Hirkan qəsəbəsindəndir. Bizim məqsədimiz suya atılan zibilləri, tullantıları düzəltdiyimiz robotlarla yığmaqdır.
Burada bizim elektronik balıq tutma sistemimiz var. Sonra isə bizim külək turbinimiz var. Külək turbinimiz külək vasitəsilə dönür və bizə enerji verir. Sonra isə bizim burada günəş panelimiz var. Günəş panelimiz günəş vasitəsilə enerji yığaraq bizim şəhərimizin işıqlandırmasını təmin edir. Bizim burada müzeyimiz var. Müzeyimizdə alimlərin suyun altında tapdıqları əşyaları və yeni kəşf edilmiş canlıları burada sərgi kimi göstəririk. Burada bizim gəmimiz var. Gəmi alimlərin tapdığı canlıları avtomatik olaraq tutub və bura qutuya qoyub, qutudan isə alimlərə ötürürlər. Alimlər də rahatlıqca araşdıra bilirlər. Bəs bu nədir, Rəsul? Bizim robotumuzdur. Robot əlini açıb, sensorla zibil görsə, əlini bağlayıb zibili tutur və suyun keyfiyyətini yoxlayır. Yandıra bilərsən. Robot sensorda rəngləri görüb, deyir ki, su təmizliyi çəkdiyidir. Burada isə zona 1, zona 2, zona 3, deyir ki, neçə faizdir. Bura 28-dir. Sualtı dünyanın seyirli və parlaq varlıqlarından olan delfinləri də gördük. Həmçinin sualtı qayıqlar da öz tədqiqatlarını davam etdirirdilər. Delfinimizin adı isə Vido idi. Banu, sənin ixtiran nədir? Mənim ixtiram odur ki, bu bir sualtı qayıqdır. O gedəndə xəstə balıq və yaxud toral yetişmiş balıq göründə buna siqnal ötürür. Baxın. Bu delfin adı Vidodur. İndi mən onun beynini qoşacağam, hərəkət edir. Çox keçmədi ki, meduzalar da bizə öz varlığını xatırlatdılar. Axı onlar ən qədim canlılardır. Meduzaların legodan hazırlanması isə xüsusi maraq doğurur. Bu sualtı mərkəzdir. Burada insanlar həm yaşayırlar, həm də sualtı haqqında araşdırmalar eləyirlər. Burada onların yemək otağı var. Burada isə onların sualtıları var. Bunlar sualtıya minib kəşflərə çıxa bilirlər. Bu nədir? Bu insana bənzər qol robotudur. Bu robotun məqsədi odur ki, tor ilişmiş, tullantılara ilişmiş balıqlara, su heyvanlarına kömək eləsin. Legonun uşaqlara faydasını saymaqla bitməz. Belə ki, bu detallar uşaqların koqnitiv bacarıqlarının inkişafında mühüm rol oynayır. Legodan hazırlanan robotlar isə xüsusilə uşaqların texnoloji avadanlıqlara inteqrasiyasına bariz nümunədir. Bu bir liftdir. Biz bununla suyun altına edən insanları və sudan çıxardan insanları bunlarla daşıyırıq. Məsələn, bunun içi də belədir. Belə qalxır, belə isə aşağı enir. Yaşıl balıq tutanda işləyir, qırmızı balıq tutanda isə dayanır. Üçüncü prosesi üçün isə belə bir şeydir. Təkcə yaşıl tutanda işləyir, qırmızı tutanda isə dayanır. Həm söhbət olduğumuz bütün uşaqlar həm də Beynəlxalq STEAM Azərbaycan Festivalının iştirakçıları idilər. Müxtəlif bölgələrdən, fərqli məktəblərdən olan bu uşaqları birləşdirən isə onların istedadı, bacarığı, düşüncələri və bir də həvəslə, sevgi ilə yenilik axtarışında olmaları idi. Nigar Babayeva, Zaur Haşimov, Telesər. Elə gələcəkdə fəaliyyət göstərəcəyimiz sahəni də məhz uşaq yaşlarından seçirik, amma hansı sahəni seçsək də fərq etmir, ana dilini dərindən bilməliyik, mənimsəməliyik və elə bu bacarığımızı da uşaq yaşlarından formalaşdırmaqda fayda var. Və fərq etmir hansı sahədə çalışırıq, ana dilini dərindən bilən insanlar eyni zamanda araşdırmalar göstərir ki, digər dilləri də, xarici dilləri də daha yaxşı mənimsəyirlər. Və yeri gəlmişkən ana dilini nəinki bilmək lazımdır. Eyni zamanda hər hansısa bir sahədə çalışırsınızsa, mütləq o dili düzgün istifadə etmək lazımdır. Hörmətli Telesər tamaşaçıları, xüsusilə də elmi kitablarda, məqalələrdə və s. Və Sözün Düzü rubrikasında biz tez-tez, təbii ki, Profesör Sevinç Əliyeva ilə bərabər bir monitorinq aparırıq və qeydə olunan səhvləri sizinlə bərabər araşdırırıq. Dərman vasitəsinin istifadəsi təlimatlarında qeydə alınan xüsusi səhvlər var ki, bax, indi onları sizə təqdim edəcəyik. Diqqətli olaq.
Hər vaxtınız xeyir, dəyərli tamaşaçılar. Sözün düzünün yeni buraxılışı efirdədir. Bu dəfə sizə dərman vasitələrinin istifadəsi təlimatlarının monitorinqi zamanı qeydə aldığımız norma pozuntularından bir neçəsini nümayiş etdirəcəyik. Diqqətinizi dərman vasitələrinin təlimat vərəqələrində rast gəlinən orfoqrafik səhvlərə yönəltmək istəyirik. Bu səhvlər məzmunun tam anlaşılmasına ciddi təsir etməsə də, mətnlərin peşəkar səviyyədə hazırlanmasına mane olur, sənədin keyfiyyətini aşağı salır. Gəlin nümunələrə baxaq. Təbii antistres faktorudur. Mərkəzi sinir sisteminin oyanıqlığını azaldır və orqanizmin xarici qıcıqlandırıcılara qarşı həssaslığını azaldır. Məhsulun tərkibi 2 kapsulada saç və dırnaqların möhkəmləndirilməsi üçün tövsiyə olunur. Təqdim edilmiş nümunələrdə orfoqrafik normanın tələblərinin gözlənilmədiyini aydın görürük. Birinci nümunədə söz sonunda qoşasamitli sözlərin yazılışı ilə bağlı qayda pozulub. Belə ki, orfoqrafiya qaydalarına əsasən mənbə dildə söz sonunda qoşa ses samitli bəzi alınma sözlər bir S ilə yazılır. Məsələn, adres, biznes, ekspres, fitness, kompres, kongres, cross, proses və s. Nümunədəki bu qəbildən olan antistres mürəkkəb sözü də qoşa S ilə deyil, bir S ilə yazılmalı idi. Həmçinin birinci nümunədə azaldır feilinin 2 dəfə təkrarlanması yazılı nitqdə izafi element sayılır və üslubi xətadır. Cümlənin həmciz tamamlıqları və onların daşıdıqları semantik məna xəbərin yalnız bir dəfə cümlənin sonunda işlədilməsinə imkan verir. Beləliklə, cümlənin redaktə olunmuş variantını təqdim edirəm. Təbii antistres faktorudur. Mərkəzi sinir sisteminin oyanıqlığını və orqanizmin xarici qıcıqlandırıcılara qarşı həssaslığını azaldır. İkinci nümunədə isə alınma sözlərin yazılışı ilə bağlı orfoqrafik normanın tələbi gözlənilməyib. Belə ki, kapsula sözündəki A sonluğu mənbə dildə olduğu kimi saxlanılıb. Lakin bu, Azərbaycan dilinin orfoqrafiya qaydalarına uyğun deyil. Qaydaya görə sonu A səsi ilə bitən və rus dili vasitəsilə dilimizə keçən bir sıra alınma sözlər fonetik mənimsənmə zamanı qrafik dəyişikliyə uğrayır. Yəni, həmin sözlərin sonundakı A saiti ixtisar olunur. Nümunədə bu qəbildən olan fərqləndirilmiş sözdə kapsula yox, kapsul kimi yazılmalı idi. Üçüncü nümunədə tövsiyə sözünün qoşa Y ilə tövsiyə şəklində yazılması orfoqrafik normanın pozulmasına səbəb olub. Bu səhv bəzən medianın dilində də müşahidə olunur və tövsiyə sözünün fərziyyə, nəzəriyyə, dövriyyə kimi iyyə şəkilçisi qəbul etmiş sözlərlə eyni strukturda qəbul edilməsindən qaynaqlanır. Halbuki burada iyyə hissəsi şəkilçi deyil, sözün kökünün tərkib hissəsidir. Beləliklə, sözün doğru yazılış variantını təqdim edirəm. Tövsiyə. Belə dəyərli tamaşaçılar, dərman vasitələrinin təlimat vərəqələri yalnız məzmun baxımından deyil, dil baxımından da düzgün tərtib olunmalıdır. Çünki yazı qaydalarına olan diqqətsiz yanaşma təkcə oxucunu yormur, həm də sənədə olan etimadı azaldır. Unutmayaq ki, istənilən sahədə peşəkarlığın göstəricisi yalnız bilik və bacarıqla deyil, həm də ifadə tərzi ilə ölçülür. Biz davam edirik, hörmətli telesəhər tamaşaçıları və tez-tez efirdə vətəndaşların problemləri işıqlandırmaq da bizim bir vəzifə borcumuzdur. Bugün də biz Ramanı qəsəbəsinə yollanacağıq. Bəli, Ramana qəsəbəsində suvarma kanalı, adı suvarma kanalı olsa da bataqlığa çevrilib, illərdir artıq bu proses davam edir və sakinləri də narahat edir. Mövzunu araşdırmışıq, səbəb nədir və həlli yolunu necə tapacaq? Gəlin, sujetimizi izləyək. Bura ömründə təmizlənmir. Qapını açıram, bütün iyi götürür buraları. Söhbət Sabunçu rayonunun Ramana qəsəbəsindən gedir. Suvarma kanalı qəsəbə boyunca uzanır. İfunətdən isə yanından keçmək mümkün deyil. Sakinlərin dediyinə görə evlərdən gələn çirkab suları birbaşa bu borular vasitəsilə Abşeron-Samux su kanalına axıdılır. Az əvvəl göstərdiyimiz boruların bir ucu isə elə gəlib bura tökülür.
Axıdılan çirkab sular burada böyük bataqlıq əmələ gətirib və nəticədə belə xoş olmayan mənzərə ortaya çıxıb. Bir 15 ildir buradayıq. Burada su içməli idi. Yəni suvarırdılar, təmizləyən yoxdur. Və yaxud bir dəfəlik bağlayarlar, kanalizasiya salarlar. Ərazidə kanalizasiya sistemi yoxdur. Yoxdur, kanalizasiya sistemi yoxdur. Hamının kanalizasiyası bura gedir. Bütün çirkab sular da bura gəlir. Bunun başqa kimə də müraciət eləsən, o mümkün deyil. Təmizləyən yox, bir şey eləyən yox, bax belədir yəni. Vəziyyətimiz belədir. Mən bu neçə ildir burada yaşayıram, belə bu gündədir. Kanalizasiyada axır təmizlənmir. Kəskin qoxu ilə yanaşı sakinlər üçün ciddi təhlükədə yaradır. Neynəsin, uşaqlar çıxıb bayırda oynaya bilmirlər, qardaş. Bu üstü örtülməlidir bunun, ya təmizlənməlidir, baxılmır. O gün bir kişi düşdü, yoldaşım onu çıxartdı bərbad gündə. Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etdik. Sabunçu rayon İcra Hakimiyyətindən bildirildi ki, Sabunçu rayonunun Bakıxanov, Sabunçu və Zabrat qəsəbələrinin bir hissəsi istisna olmaqla digər qəsəbələrində, o cümlədən Ramana qəsəbəsində mərkəzləşmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Sözgedən kanalizasiya şəbəkəsinin qurulması dövlət proqramları çərçivəsində aidiyyatı üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilir. Problemlə bağlı Dövlət Su Ehtiyatları Agentliyinə də sorğu ünvanladıq. Mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud olmayan ərazilərdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə təchizatın qurulması məqsədi ilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır. ASTV xəbərin çəkilişindən sonra qurumdan bildirildi ki, problem yaxın günlərdə həllini tapacaq. Biz isə məsələni diqqətdə saxlayacağıq. Arzu edirik ki, tezliklə bu məsələ həll olunsun, hörmətli telesəyər tamaşaçıları və Ramana qəsəbəsində də inanırıq ki, ab-hava həmişə gözəl olacaq. Bəli, və elə ən çox insanlar hava haqqında məlumatı nə zaman öyrənmək istəyirlər? Həftə sonuna yaxınlaşdıqda, çünki istirahətini artıq indidən planlaşdırmaq istəyənlər də var. Elə ölkə ərazisində hava necə olacaq? Bununla bağlı elə hazırda məlumat əldə edəcəyik. Hidrometeoroloji Proqnozlar Bürosunun əməkdaşı Leyla Mədətova bizimlə telefon bağlantısındadır. Leyla xanım, sabahınız xeyir olsun. Sizi eşidirik. Salam, sabahınız xeyir. Bugün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir. Səhər saatlarında yarımadanın bəzi yerlərində zəif duman müşahidə olunacaq. Cənub-qərb küləyi üstünlük təşkil edəcək. Gündüz saatlarında havanın temperaturu 17-21 dərəcə isti olacaq. Bugün Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da mütəxəssis insanlar üçün əlverişli hesab olunur. Bölgələrdə də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə ara bir duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu mərkəzi Aran rayonlarında 17-21 dərəcə, dağlarda isə 12-17 dərəcə isti olacaq. Təşəkkür edirik Leyla xanım, sizin də gününüz uğurlu keçsin və bu havada, əslində açıq havada belə şəkil çəkdirmək çox gözəl bir histir və tez-tez biz şəhərin istiqamətində, müxtəlif istiqamətində müxtəlif elə fotohəvəskarları görə bilərik ki, onlar həm təbiətlə bağlı, həm binalarla bağlı, həm tarixi memarlıq abidələrini mütləq bizə o şəkillərdə göstərir. Bəli, indi elə biz 36 fotohəvəskarını görəcəyik və bu fotohəvəskarları Mozalandadır. Mozalan satirik kino jurnalından növbəti buraxılışın mövzusu da məsələ 36 fotohəvəskarıdır.
Əksəriyyəti mühafizə müfəttişi Baloğlanov. Lap yaxşı. Siz burada nə edirsiniz? Mən də elə təbiət həvəskarıyam da. Həm də şəkil həvəskarıyam. Bilirsiniz, uşaqlıqdan elə rəngli şəkillərdən xoşum gəlir. Quş şəkli, heyvan şəkli, bir dəqiqə burada olmalıydı. Var, buyurun, bax. Elə mən də şəkil həvəskarıyam. Ancaq belələrinin. Hörmətli telesəhər tamaşaçıları, gününüzü və həftə sonunuzu gözəl keçirmək üçün mütləq Bakıda keçirilən sərgilərdə bir iştirak edin. Bəli, elə növbəti sərgi haqqında məlumat verəcəyik ki, Lalə Bağırzadənin sərgisindən gedir söhbət. Röya bizə bu barədə məlumat verəcək. Əgər yaradıcılıqla məşğul olmaq istəyirsinizsə və fərqli rəsm əsərlərini görmək istəyirsinizsə, mütləq şəkildə bu sərgiyə nəzər yetirin dedik. Röya, sabahın xeyir olsun. Eşidirik, buyur. Salam, sabahınız xeyir. Bugün Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Amerikada fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının birgə əməkdaşlığı ilə Amerikada yaşayan Azərbaycan əsilli rəssam Lalə Bağırzadənin Fırçanın Səsləri adlı fərdi sərgisi keçiriləcək. Sərgi barədə ətraflı məlumatı Lalə xanımdan eşidəcəyik. Sabahınız xeyir Lalə xanım, buyurun. Sağ olun. Çox bir qürurlu bir gündür mənə. Sərginin əsərlərin adı, Fırçaların Səsi bugün Azərbaycanda çox qürurlu bir halətdə sunumlanır. Bu sərginin əsərlərinin bir peyğamı vardır, o da birlikdir. Azərbaycanın xalqının birliyinin sayəsində inşallah mənim bu körpü vəsilə ilə Amerikaya gedib Azərbaycan kimdir, nədir, onu tanıtdırmaq istəyirəm. Bu birlik nələr yapa bilər, onu tanıtdırmaq istəyirəm. Sərginin əsərlərinin Qarmanın Bakıdakı səsi ilə ta mənim atalarımın və atamın Urmiyədəki bağın ərik ağacından tutub Səttarxanın mübarəsinin başlaması ilə ta Qarabağın zəfərinin o səsini tüm dünyaya inşallah duyuracağıq. Bu səs birlikdə qəbul olacaqdır və bu səsin devamını inşallah birlikdə baham yapacağız. Bu sərgi bugün devamı vardı, bugün neçən. İnşallah ki, hamı yığışsın və bu sərgini gəlib görsün, beklərik. Siz sağ olun, təşəkkür edirik. Bizim sərgi barədə çatdıracaqlarımız bu qədər. Sözü studiyaya ötürürük. Səhət tamaşaçıları biz davam edirik və əslində fotoqrafiya çox gözəl bir mərkəzdir. Orada gedib vaxtınızı gözəl keçirə bilərsiniz. Biz isə uşaqların istedadından danışmaq istəyirik. Çünki bilirsiniz ki, son zamanlar Azərbaycanda kifayət qədər hər kəs çalışır ki, heyvan sevərlərlə bağlı bir məlumatlar toplasın. Eyni zamanda heyvanlara bir köməklik göstərsin. Bəli, elə psixoloqlar da hər zaman qeyd edirlər ki, uşaqların heyvanlarla ünsiyyətdə olması onların sağlamlığı üçün, həm psixoloji, həm fiziki sağlamlığı üçün olduqca önəmlidir. Çox maraqlı bir sujetimiz var. Elə bizim məktəblilər küçədə olan heyvanlara qayğı göstəriblər. Hansı formada? Gəlin bilək. Taxta, karton, mismar, çəkic və rəngli boyalar. Bütün bunlar hansısa emalatxananın yox, paytaxt məktəblərindən birinin sinif otağında toplanıb. Çünki ümumi təhsil müəssisələrində uşaqlara müxtəlif peşələrə həvəs, məktəbə qədər hazırlıq qruplarında öyrədilir. Havaların soyuması isə balacaları da hərəkətə gətirib. Uşaqlar sahibsiz küçə heyvanları üçün evciklər, sığınacaqlar, hətta quşlar üçün yuvalar düzəldirlər. Heyvanlar da canlıdırlar, ona görə ehtiyatlı olmaq lazımdır. Heyvanlar bizim dostumuzdur. Hansı heyvan sənin dostundur? Canavar, bir də pələng, bir də ayı. Mən heyvanları çox sevirəm. Mən heyvanlarla çox yaxşı davranıram. Əslində burada onlar sadəcə iş görmür, həm də əylənirlər. Sakinlər dost olmaq istəyirəm. Mənə daş atmayın, qanadımı sındırmayın.
Mən balaca yuva istəyirəm. Onlar üçün bu yalnız dərs deyil, uşaqlar deyir ki, bir heyvanın həyatını qurtarmaq, isti yuva bəxş etmək fikri onları daha da həvəsləndirir. Rəsm çəkməyi sevənlər evcikləri bəzəyir, digərləri isə daha möhkəm və isti olsun deyə taxtaları birləşdirməyə kömək edir. Müəllimlər isə deyir ki, bu uşaqların sevdiyi dərslərdəndir. Çünki onlar burada öz sevdikləri işlə məşğul olurlar, sosiallaşırlar və qrup halında işləməyi öyrənirlər. Biz də akademik bilgilər verməklə yanaşı şagirdlərimizə mərhəmət, qayğıkeş olmaq kimi hissləri aşılamağa çalışırıq ki, cəmiyyətə faydalı bir vətəndaş da yetişdirmiş olaq eyni zamanda. Mərhəmət hissi insanı əsl insan edən ən əsas duyğulardan biridir ki, mərhəmətli olmaq, birinə qayğıkeş olmaq, şəfqət göstərmək, köməyə ehtiyacı olan birinə kömək etmək, qarşı tərəfdəkinin acısını hiss etmək, empati kimi hissləri göstərmək kimi önəmli, duyğusal bir duyğulardır. Çalışırıq ki, valideynlərdən sonra biz bu sevgi, şəfqət hissini heyvanlara qarşı olan, xüsusən də küçə heyvanlarına qarşı olan sevgi, şəfqət hissini körpə yaşlarına uşaqlarımıza aşılayaq. Məktəb rəhbərliyi də bu təşəbbüsü müasir təlim metodunun bir hissəsi kimi qiymətləndirir. Çünki mərhəmət və qayğı kimi dəyərlər uşaq yaşlarında formalaşdıqda cəmiyyət daha sağlam olur. Biz məktəbdə uşaqlara təkcə akademik bilik yox, eyni zamanda dəyər və duyğular aşılayırıq. Uşaqların kiçik yaşlarından empatiya, şəfqət və hörmət hissinin qazanılması bizim üçün ən önəmli məsələlərdən biridir. Bu anlayışları yalnız sözlərdə yox, eyni zamanda da praktik fəaliyyətdə də möhkəmləndiririk. Burada hər bir mismarın, hər bir rəngli xəttin bir mənası var. Uşaqlar sadəcə evcik hazırlamırlar. Bir canlının həyatını dəyişə biləcək kiçik sığınacaq yaradırlar. Onların bu həvəsi həm də gələcək üçün şəfqətli bir cəmiyyətin işarəsidir. Bu balaca evciklər bəlkə də bir pişiyin ilk dəfə isti yerdə yatmasına, bir quşun yağışdan qorunmasına səbəb olacaq. Kiçik əllərdən doğan böyük şəfqət bugün burada görünən ən gözəl mənzərədir. Onlar sadəcə bir evcik düzəltmədilər, həm də mərhəməti, qayğını və paylaşmağı öyrəndilər. Bəzən böyük dəyişikliklər elə belə balaca addımlardan başlayır. Əzizə Mahmudzadə, Sabir Şahveladov, Telesəhər. Efirimizin sonuna gəldik, çatdıq və əlbəttə biz hazırda qalibimizi elan edəcəyik. Bəli, hal-hazırda elə bizim canlı bağlantımız olacaq. Və hal-hazırda canlı bağlantıda bizimlə bərabər elə Elsevər bəydir. Sabahınız xeyir olsun Elsevər bəy. Necəsiz? Sabahınız xeyir olsun. Mən də bütün Telesəhər izləyicilərini Doğma kanalı efiri vasitəsilə salamlayıram. Hər kəsə, bütün Azərbaycan xalqına gözəl bir gün diləyi ilə deyirəm. Yaxşı ki, varsınız. Təşəkkür edirik. Təşəkkür edirik. Necə gözəl, necə pozitiv izləyicimiz bizə zəng edib və ilk düzgün cavabı Elsevər müəllim, siz yazdınız bizə. Bəli, cavab. Cavab qatar mahnısıdır. Bu qatarın dalıyca, arxasıca baxma. Bizim xalq artistimiz Flora xanım Kərimovanın ifasında bu ifanı dinləmişəm, sevmişəm və həqiqətən də bizim retro ifalarımızdandır. Və belə gözəl ifalar təqdim etdiyinizdən ötürü Telesəhər komandasına, bütün heyətə öz məxsusi təşəkkürümü bildirirəm. Hər zaman gözəl efirlərinizlə seçiləsiniz deyirəm. Təşəkkür edirik. Bəli, biz sizi alqışlayırıq. İkinci mərhələyə keçək Elsevər bəy. Hal-hazırda Elsevər bəy, siz bir mahnı eşidəcəksiniz və müəyyən bir siqnaldan sonra mahnını davam etməlisiniz və onda Park Sinemadan 2 nəfərlik dəvətnamə sizindir. Hazırsınız? Hazıram. Başlayaq. Başlayaq. El qızlar düzüm kür qırağında, min gül açıq gəncəmizin hər budağında. Dost elləri Qarabağın dağı qarlıdır, gen çölləri bu torpağın xoş baharlıdır. Bol bəhrəli muğan düzü, mil düzü, Şirvan düzü. Gəl deyir şən Azərbaycan. Alqışlayırıq sizi. Təbii ki, təbrik edirik efir vasitəsilə sizi. Təbrik edirik. Elsevər bəy, yaxşı, bax 2 nəfərlik dəvətnaməmiz var. Kimdən gedəcəksiniz? Əlbəttə ki, həyat yoldaşım. Ay, nə yaxşı, nə yaxşı. Biz sizə xoş istirahət arzuluyuruq. Təşəkkür edirik viktorinamızda iştirak etdiyiniz üçün və buyurun, ürək sözünüz varsa siz də deyin.
sizə ən xoş arzu və diləklərimi çatdırıram. Hər zaman ASTV efirində olmağınızı diləyirəm. Yaxşı ki, varsınız. Günə pozitiv başlamağınız üçün ən gözəl zəmini yaradırsınız. Var olsun Telesəhər komandası. Təşəkkür edirik. Biz də hörmətli Telesəhər tamaşaçıları artıq sağlaşmalıyıq. Efir vaxtımız bitir və sabaha qədər deyirik. Sabaha qədər deyirik. Sabah yenə də səhər saat 8-də sizin qarşınızda olacağıq. Görüşərik.